Deyir, köməkçi nitq hissəsi ilə başlayır. Belə olanda başlamayan cümlələri silək. Bircə saatın içində elə bir aləm bir-birinə dəymişdi. 2-cə saat, 3-cə saat. Bir sayı və ona qoşulan C ədatı. Nəticə etibarilə bu sayla başlayır. İkinci nümunə sankidir, başqa da bir nümunə yoxdur. Deməli, B cümləsini bura gətirəndən sonra mən artıq aşağıda qruplaşma apardım. Deməli, mən mütləq 1-ə B-ni qoymalıyam. Baxın, 1-ə B olan variantları saxlayıram. 3 dənə variantım qaldı. İndi B cümləsinə aid aşağıdan faktlar cümlələr seçirəm. Sanki modal sözü ilə başlayıb. Deyir ki, cümlənin tərkibində frazeoloji birləşmə işlənib. Sanki bu haqsızlığı aləmə car çəkən tək mən idim. Aləmə car çəkmək, bəli, frazeoloji birləşmə olaraq götürülür və bunu biz buraya yaza bilərik. İşarə əvəzliyi cümlənin təyinidir. Baxın, mən idim, kim? Bu haqsızlığı aləmə car çəkən. Bütövlükdə fe'li sifət tərkibidir. Bu sözü təyin deyil, tərkib daxilindədir. Deməli, təyin ola bilməz. D-ni sil. Variantlarda da D olan variant varsa sıradan çıxarsan zaten variantın çıxacaq. Deyir ki, qüvvətləndirici ədat iştirak edən cümlədə həm də bənzətmə bildirən modal söz işlənir. Bənzətmə bildirən modal sözümüz sanki modal sözüdür uşaqlar. Və bu nümunədə baxıram, təkcə mən idim. Deməli, burada təkcə məhdudlaşdırıcı ədatdır. Bu qüvvətləndirici deyil. Yalnız baş üzvlərdən ibarətdir. Bəli, mübtəda xəbər, fe'ni də mən bura yazıram. Daha sonra deyir, işarə əvəzliyi cümlədən çıxarılarsa cümlə üzvlərinin sayında dəyişiklik olmayacaq. Bu düzdür uşaqlar. İşarə əvəzliyi budur. Bunu çıxarsan haqsızlığı aləmə car çəkən yenə də fe'li sifət tərkibi mübtəda olaraq qalır. Sadəcə sözlərin sayı azalmış olur, cümlə üzvünə təsir göstərmir. Deməli, C, F, G. Doğru cavab D variantı.